من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد اللهم صل على محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم أما بعد عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهyi hoş gördük değerli aziz mümin bacılarım ve mümin kardeşlerim. Bugün cümədir, cüməmiz mübarek olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allahın əmrində möhkəm olaq, Allahın halalın halal, haramın özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bugün danışdığım xütbə əhdə vəfadır. Bu çox böyük, geniş bir məzmun, mənanı ihtiva eləyir. Görək biz Allah Teala'nın verdiyi əhdə vəfa edirik ya yox. Ümumiyyətlə, vəfa sözün sadiqliyidir. Aleykesselam. Sözün sadiqliyidir, sözün doğruluğudur. Həm fərdi, həm ictimai həyatın əsas sütunlarındandır. Allah Teala Quran-ı Kərimdə Maidə surəsinin 1-ci ayəsində buyurur: Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amenu avfu bil'uqud. Ey Allah'a iman gətirənlər, ey möminlər, əhdilərinizə vəfa edin, əhdilərinizə sadiq olun. Allah Teala sadəcə bizdən ibadət istəmir, tək namaz qılmaq istəmir. Həm də sözümüzə, vədəmizə, əhdimizə sadiq olmaq əmr eləyir. Çünki iman yalnız dil ilə deyil, əməllə sübuta getirilir. Yəni bir adam kəlime-i şəhadəti deyirsə, bu dillə deyir. Əşhədu ən la ilahə illallah. Hər şəhadəti deyən mömin olmaz. Hər müsəlman mömin deyil. Hər mömin də müsəlman deyil. Hər müsəlman mömin deyil o mənada ki, bir adam zor gücünə onu məcbur eləyələr, İslamı qəbul eləsin, qorxusundan kəlime-i şəhadət deyir. Amma o mömin olmayacaq. Sadəcə dili ilə müsəlman olacaq, imanı ilə müsəlman olmayacaq. Əməllə sübutu yetirilməyəcək. Əməllə sübutu yetirilmək üçün onun yeganə yolu budur ki, onun qəlbinə nüfuz eləsin, onun ruhuna sirayət eləsin. Müminin xüsusiyyətləri çoxdur. Müminin xüsusiyyətlərindən biri də budur ki, dil, ürək və əməl. Əgər bu üçün vəhdətini yarada biliriksə, dillə dediyimizi ürəyimizə salıb, ürəyimizdə təsdiq edə biliriksə, ürəyimizdə təsdiq etdiyimizi əməlimizdə sübut edə biliriksə, bu əməllə sübut olunan imandır. Bu əhdə vəfanın bariz nümunələrindən biridir. Əhdə vəfa imanın aynasıdır. İmanın aynasıdır. Bir insan əgər öz dəyərini hiss etmək istəyirsə, öz dəyərini bilmək istəyirsə, öz dəyərini ölçmək istəyirsə, onun danışdığı sözlərlə deyil, əməllərlə ölçülür. Yəni, ilahi, mən ruhlar aləmində ruhum söz verib ki, sənə ibadət edəcəyəm.
Ələstu bi rabbikum. Aya mən sizin Allahınız deyiləmmi? Bizim bədənlərimiz olmadan öncə ruhlar aləmində bu belə bir sual verilmişdi. Mən sizin Rəbbiniz deyiləmmi? Qalu bəla. Dedilər, bəli, sən bizim Allahımızsan. Biz hələ dünyaya gəlməmişdən öncə bizim ruhlar aləmində görüş olub və ruhlar aləmində əhdlərimizə vəfa etmişik ki, İlahi, əgər namaz buyurmusansa, mən namaza hazıram. Əgər doğruçuluq, səmimiyyət deyirsənsə, mən ona hazıram. Günahlardan, çirkablıqdan uzaq olmaq deyirsənsə, mən ona hazıram. Bizim ruhlarımız o zaman deyib ki, bugün biz məsciddəyik. Adam var, milyardı var, imkan sahibidir. Allah ona məscid qismət etmir. Adam var, imkan sahibidir, Allah ona xeyrxahlıq nəsib etmir. Adam var, imkan sahibidir, ona müqəddəs yerlər nəsib olmur. Bunlar hamısı nədən irəli gəlir? Bunlar hamısı insanın daxildə olan imanının təzahürüdür. Bəzən bir söz deyərsən, insan o sözlə ucalar. Bəzən bir söz deyərsən, o səni yerlə yeksan eləyər. Sözün gücünə baxın. Deməli, söz insana izzət verər, insanı Allah qarşısında hörmətli eləyər. Bir də söz var ki, insan sözünün üstündə durmazsa, cəmiyyət arasında da xar olar, izzət sahibi olmaz. Yəni, insan Allahın və insanların qarşısında bir öhdəçliyi var. Bugün çox maraqlı nədir? Maraqlı budur ki, söz vermək çox asan olub. Amma unutmaq da çox asandır. Söz verir asan şəkildə, onu unudur da asan şəkildə. Niyə? Çünki insan unutqandır. İnsan səbirsizdir, insan nankordur. Bunu mən demirəm. Bunu Quran-ı Kərim buyurur, bunu Allah buyurur, bunu Peyğəmbərlər buyurur. İnsan səbirsizdir, insan nankordur, insan unutqandır. Birinə bir dəfə yaxşılıq elə, olacaqsan hörmətli. 2 dəfə, 3 dəfə, 5 dəfə. 6-cı dəfə sənin qapıva gəlsə, deyəcəksən ki, mənim imkanım yoxdur, bunu verə bilmirəm, edə bilmirəm. Oldun zəlillərin zəlili, zəiflərin zəifi. Deməli, 6 dəfə yaxşı kişi olmuşsan, indi verə bilmirsən, oldun pis. Deməli, sənin insan olaraq unutqanlığın bunu göstərir ki, deməli, sən yaxşılığı tez unudursan. Pis yadda qalır. Mən keçən səfər, bilmirəm, dostlarla kim idi, bizim ancaq mömin məscid əhli idi. Biz Targovya getmişdik gəzməyə. 5-6 ayın söhbət olar. Arada çıxıram ki, biraz gəzim, insanlarla görüşüm, söhbət edim, bəlkə birinin bir şəri suallar olsa cavab verim. Gördüm, bir neçə adamlar məni gördü, sağ ol, təşəkkür eləyirəm, sizə baxırıq, çıxışlarınıza baxırıq, əlasız, yaxşısız, adama qürur verir, adama ləzzət verir. Nəsə bir, yenə də bir növbəti bir xanım mənə rast gəldi, təqribən 40-50 yaş olardı, salam verdi falan, dedi ki, hacı məni tanıdın, dedim, xeyr, dedi ki, gəlmişdim, sən mənə pul vermədin. Özüm biraz pis oldum, açıq deyim. Dedim, necə vermədim, mən bank sahibi deyiləm ki. İndi ola bilər, olmayıb. Dedi, yox, gəlmiş 3 dəfə verdim, bu səfər gələndə qapıdan qovduz mən. Dedi, biz qapıdan qovmarıq, çünki Allah qapısı. Olmayıb, yəqin xəcalətli olmuşuq, verməmişik də. Qayıtdı, dedi, yox, axırıncı dəfə biz pul vermədim falan. Mən baxdım, gördüm özümə ki, mən buna baxı hörmət eləmişəm də. Allah mənə o ruzunu verib dostların vasitəsilə, biz də onu vermişik də, o mənim pulum deyil ki. Deməli, o bir dəfə onun yadında qalıb ki, mən verə bilməmişəm o pulu. O mənim üzümə vurdu və sonra dedim, dostuma qaydaq. Dedi, niyə dedim də cavabımı aldığımda qaydaq. Yəni, bəzən insan özü öz əməlindən ləzzət alır. Bəzən bir işə eləyə bilməyəndən sonra, indi gücüm çatmayıb, adamın üzünə vurmazlar ki bunu. Amma bir dəfə olub, 2 dəfə olub, heç olmasa deyinə ki, acı, mən gəlmişdim, 1-2 dəfə mənə yaxşılıq elədin, hörmət elədin, üzümə güldün, nəsə kömək eləyə bildin, imkan da, indi eləyə bilməmişəm də, onu adamın üzünə vurmazlar ki. Adam özü xəcalət çəkir, sonra utanır. Ona görə biz
Çalışdığımız qədər, indi mən söz vermişəm özümə. Bir adamla danışanda, üzərimə bir məsuliyyət qoyanda biraz düşünürəm. Deyir, niyə düşünürsən? Deyirəm, fikirləşim, görüm bunu edə bilərəm ya. Çünki edə bilməyəndə o ömür boyu onun xatirələrində qaldı ki, edə bilmirəm. Amma niyə edə bilmirəm? İmkanlarım məhduddur, nədir? Amma mən çalışacağam ki, daha hər adama söz verməyim. Söz versəm, gərək o mütləq onun mənada icra eləyəm. Edə bilmirəmsə, yəqin qüsurludur da, müəyyən üzürlü səbəbə görə hər kəs də bunu anlamalıdır. Ona görə çünki müminin sözü düzdür, imzadır. İmzadır, söz imzadır. Amma bəzi mənada biz verdiyimiz vədələri tuta bilmirik. Bunu da istisna hal kimi qəbul etmək mümkündür. Amma hər halda Allah Taala'nın bizə verdiyi əhdə vəfa gərək orada sədaqət göstərək, orada səmimiyyət göstərək. Quran-ı Kərimdə Yasin surəsində Allah Teala buyurur ki, sanki insanla danışır. Ələm əhəd ileykum ya bəni Adəm, Allah ta'budu şeytan, innehu lekum aduvvun mubinu və en i'buduni hada sıratı müstəqim. Ayə belədir. Allah Teala buyurur ki, ey Adəm oğlu, bizə deyir, ey insan oğlu, adam oğlu, mən sizlərlə əhd-i peyman bağlamadım mı ki, siz şeytana inanmayın. İnnehu lekum aduvvun mubin. O sizinlə aşkara düşməndir. Hada sırat-ı müstəqim, doğru yol Allah'ın yoludur. Allah Teala təkrar bizə anladır ki, şeytanın dostlarına çevirməyək özümüzü. Şeytanın hilələrindən özümüzü qoruyaq. Allah Teala buyurur ki, mən sizlərlə əhd peyman bağlamadım mı ki, şeytana inanmayın. O sizə xoş sözlər verər, yaxşı vədələr verər, amma onu tez pozar. Bəli, insanlığı aradan aparan, onun şərəfini, izzətini aradan aparan nədir? Onun unutqanlığı. And içir, amma pozur. Sevgi deyir, amma xəyanət eləyir. Deyir, mən səni sevirəm, məhəbbətim sənə çoxdur, ondan sonra xəyanət eləyir. Dostluqda, səmimiyyətdə and içir, qardaşlıqda biz möhkəm olacaq, o andı da pozur. Bir insan Allaha verdiyi sözü, ibadəti, halal haramı qorumursa, başqasına verdiyi sözü heç tuta bilməz. Ona görə deyirlər ki, bir insan Allahın itaatində deyilsə ona borc vermək olmaz. O Allahın borcunu vermirsə, sənin borcundan xəbər olmaz. Adam var, gəlir bu günləri sənin qapıva min sifətlə, bir dənə də Quran gətirir, deyir, bu Quran and olsun, bu Quran, mənə pul ver, indi bu saat gündəmdə olan budur, ya başqa şey deyil, pul. İnsanları bu günləri pulla, andla müəyyən mənada ələ alırlar və müəyyən and, yalan andlarla. Mən bir həftəyə mən sənin pulumu qaytaracağım. Bizim dostlarımızdan biri bir dəfə mənə yaxşı söz dedi. Dedi, bir nəfər gəlmişdi mənim qapıma, 1000 manat məndən pul istəyirdi. Dedim, mən bilirdim, deyir, o pul qaytaran deyil. Deyir, dedim, haçan verə bilərsən bu pulu qaytar? Dedi, 2 gündən sonra pul səndədir. Dedim, hələ məndə indi pul yoxdur, 2 gündən sonra gəlirsən. Gəldi, dedim, bəs sən 2 gündən sonra pul verəcəydin mənə. Nə oldu? Deyir, baxdı belə, dedi, sən də bilirsən ki, mən yalan deyirəm. Açıq etiraf elədi, dedim, çıxartdım 200 verdim, dedim, bunu halal eləyirəm də 800 manat versəydim, düşəcəkdim onu dalayacam. Yəni, sən deyirsən, 2 gündən sonra bu pulu sənə qaytaracam, 2 gündən sonra gəlir, deyir ki, bəs nə oldu, indi də pul istəyirsən, bəs sən deyirdin, 2 gündən sonra pul qaytaracam. Allah'a itaat etməyən insana borc vermə haman ki, Allahın borcunu vermirsə, sənin borcundan xəbərsiz olmaz. Sənin bu günlər üzərvə düşən vəzifə, birinci, bax gör, sənin tərəf müqabilin, sənin yanıva gələn insan Allaha nə qədər sevgisi var, Allaha nə qədər məhəbbəti var, gör o ibadətdə, itaatdə necədir ya yox. Əgər onun səmimiyyəti səni açmırsa, onda onunla o alış-veriş
düzəlməyəcək. Gəlin bu gündən başlayaq. Bax, bu gün cümə günüdür, özümü də qatıram bu işə. Gəlin bu gündən başlayaq. Bu gün bir cümə günü bir şey öyrənək. Nə? Az söz verək, amma yerinə yetirək. İnsanlara ümid yox, etibarlı olaq. Ümid vermək olmaz, hə. Adam var deyirsən ki, əla olacaq, nə olacaq, bu gün reallıq budur, bu gün əla deyilsə, sabah nə cəmaata ümid verirsən? Etibarlı olmaq lazımdır, etibarlılığı öyrədin insanlara. Allah Taala'nın qarşısında verdiyimiz əhdə sadiq qalaq. Bax, bu günləri bunları özümüzə vərdiş eləyək. Çünki bir gün gələcək, yəni qiyamət günündə, nə mal qalacaq, nə pul, nə vəzifə, amma verilmiş sözlər ya şahid olacaq, ya da şikayətçi olacaq. Verdiyimiz söz ya qiyamət günündə şəhadət veriləcək, şahid simasında gələcək, insan surətində və şikayətçi olacaq. Unutmayaq ki, bu dünya sözlərinin verdiyi yerdir. Bu dünyada hər kimə söz verə bilər. Axirət isə o sözlərin hesabatını səndən soruşulan bir gün olacaq. Mütləq mənada Allahın verdiyi, bizim üzərimizə düşdüyü əmrləri yerinə yetirək. Allah bizdən nə istəyir, onu yerinə yetirək. Bugün istəyir bizdən ki, cümə günüdür, namaza gələk, Allahın kəlamlarını eşidək. Bəlkə də bu bir saat ərzində çöldə olan bir negativli, günah, yalan, vərdişlər olacaqdırsa, bu məsciddə bir saat ərzində oturmaqlığın mani olacaq o günahlara. O günahlar ki, çöldə işlədəcəkdik bir saat ərzində, Allah gör nə qədər bizi sevir ki, bura gətirir. Bu bir saat ərzində namaz da qılırsan, söz də verirsən, dua da edirsən, səcdə də edirsən, çölə çıxandan sonra qarşıva çıxan hər hansı bir saatlıq ərzində narahatçılıq aradan gedir. Ona görə Allah Teala bizi verdiyi əmrlərdən biri budur ki, sözlərinizi tutun, vədələrinizi tutun, Allahın əmrindən xilaf olmun. İnşallah mən ümid edirəm ki, Allahın dostları, Allahın sadiqləri olacaq. Allah Teala Muhammed Ali Muhammedə xatir bizi əhdə vəfa edənlərdən qərar versin. Amin. Allah Teala bizi əhdi pozanlardan qərar verməsin. Amin. Günahlarımızı bağışlasın. Dünən də bizim böyük alimlərdən biri Mir Kərim ağa dünyasını dəyişmişdi və mən də dünən baş sağlığına getdim. Böyük din alimlərindəndir və biz o insanları itirə-itirə gedirik və sonradan öləndən sonra onların qiymət və qədrini bilirik. Allah onların da ruhlarını bizə duaçı eləsin. Amin. Allah Teala ata-ana boynumuzda haqq qoyub dünyadan gedənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Qonaqlarımız var burada və cümə namazına gələn insanların Allah qədəmlərini hər zaman cənnətlə açdırsın. Amin. Allah Teala övladı olmayanlara övlad lütf eləsin. Əsgərliyə gedən balalarımız var, hərbidə olan balalarımız var. Yola düşürlər. Allah onların əsgərliklərin inşallah uğurlu, zəfərli və qalib etsin. Allah ordumuzu qorusun. Allah Teala bayrağımızı uca eləsin. Allah İslamın düşmənlərin zəlil eləsin. Allah düşmənlərə fürsət verməsin. Allah Teala tezliklə yer üzündə ədaləti bərpa etsin. Allah Teala Qur'an-ı Kərim xatirinə bizim bu Azərbaycanımızda və dünyada minarələrdən Allahu Ekber sədaları var. Allah onu inşallah bizdən və minarələrimizdən kəsməsin. Şəhidlərimizin ruhlarını bizə duaçı eləsin. Xəstələrimiz var, xəstəxanada olanlar var. Allah onlara acil şəfalar versin inşallah. Cəm dualarımızın qəbulü üçün Muhammed Ali Muhammedə salavat zikr eləyək.